Onu xalqa sırıdılar. Biləcərdən oyunu heç kim tanımır. Mən bu işləri, belə adamları, belə bir sistemi bənzətdim parazitə. Mən deyim həmnə həmən, sən deyirsən həm dəmdən dəmə. Mənim bu cür adamlarla söhbətim tutmaz. Mən sənətimi ataram. Əgər mənim qarşıma sevdiyim insan çıxsa, insanlar yazır, fikir bildirirlər, dinləyicini, tamaşaçını silkələyir. Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. Rəşad İlyasov dilə gəldi. Bax bu mahnılar müzakirə olmalıdır. Mən çox sevirəm. Bir də görürsüz, sosial şəbəkədə o haqqda məlumat verirlər. İnsanlar yazır, fikir bildirirlər. Bəzən səhifələr var, bir mahnını bir neçə ifaçının təqdimatında gedir. Bu yaxşıdır. Bu bir növ belə deyim, dinləyicini, tamaşaçını silkələyir. Ki sən ayıl, sən yaxşıya yönlən, yaxşıya qulaq as. Əvvəllər indi mən sevmirəm çox əvvəllər demək, amma hər halda mənim uşaqlıq dönəmində elə idi ki, o təqdim olunurdu, o material təqdim olunurdu, insan o ruhda tərbiyələnirdi. Bəzi saytlar olsun, bəzi adminlər olsun, hazırdır. Onu xalqa elə bir yumuşaq desək sırıdılar. Amma baxırsan ortada heç nə yoxdur. Mən daha 30 ildən çoxdur bu işin içində. Görürsən ki, o aşılanmış səs, studiyada o təmizlənmiş səs və s. və ilə axır bir dənə qırağa getdi, heç nə. Bir məsəl var, Biləcərdən oyunu heç kim tanımır. Ona görə məncə biraz bu sosial şəbəkələrin o yaxşı tərəfindən istifadə etmək lazımdır. Biraz bizim musiqini, öz musiqimizi, müasir musiqimizi, mən demirəm tək elə klassik bəstəkarlar olsun. O qədər müasir yazanlarımız var, gənclər var, elə maraqlı oxuyurlar, bir neçə janrda oxuyurlar. Onlara fürsət vermək lazımdır, onları bir balaca xodlamaq lazımdır, baxışlı mən ifadəmə görə. Digərləri yavaş-yavaş çıxacaq arenadan. Bilirəm yoxdur, keri yox, səninəm, səndə, mənim ol, bir ömür, mənim ol, mənim ol. O kimləri parazit adlandırdı? Hamımızın payı var burada. Mən bir dəfə sizinlə kanalda söyləmişdim bunu. Bənzətdik bunu biraz həkim dili ilə desək, parazitlərə. Parazit necə olur? Bir orqanizmə hopur, o orqanizmdən gələn qidana qidalanır və öz yerini böyüdür. Mən bu işləri, belə adamları, belə bir sistemi bənzətdim parazitə. Danışmaqdan yorulmayan İlyasov daha nələrdən danışdı? Çox az dostum var ümumiyyətlə bu sahədə. Sizin sualınıza gəlincə isə deyim ki, bayaqlığı nədə görürsünüz? Biraz uzun mövzudur. Amma hər halda bilirsiniz necədir? Dostluq elədir ki, fikirlər üst-üstə düşməlidir. Düzdür, burada hərənin öz fikri də var, amma məqsəd bir olmalıdır, amal bir olmalıdır dostluqda. Mən deyim həmnə həmən, sən deyirsən həm dəmdən dəmə. Bu düzgün olunmaz. Onu düzgün alınmır. Ona görə də mənim bu cür adamlarla söhbətim tutmaz. Yəni çox yerdə var. Bir-iki dəfə belə məclisdə olur da arada bir elə ifaçıdır ki, əvvəllər olub, görüşmüşük. Ağzını açıb heç nə. Şükür Allah məndə, şükürlər olsun ki, hələ bu çətin dönəmləri atlatmışıqsa, məncə bundan sonra daha da yaxşı olar. Bir period var da, bir evlilik dönəmində. Bu hər bir insan üçün keçərlidir, xüsus sənət adamları üçün. Vallahi nə bilim, hərənin öz işi. Bir dəfə bir sənət adamı var idi, dedi ki, mən sənətimi ataram. Əgər mənim qarşıma sevdiyim insan çıxsa, biz də belə baxdıq ki, axı elə bir sənət deyil, axı sən onu qurban verəsən. Onu xalqa sırıdılar. Biləcərdən oyunu heç kim tanımır. Mən bu işləri, belə adamları, belə bir sistemi bənzətdim parazitə. Mən deyim həmnə həmən, sən deyirsən həm dəmdən dəmə. Mənim bu cür adamlarla söhbətim tutmaz. Mən sənətimi ataram.
Əgər mənim qarşıma sevdiyim insan çıxsa, insanlar yazır, fikir bildirirlər, dinləyicini, tamaşaçını silkələyir. Rəşad İlyasov dilə gəldi. Bax bu mahnılar müzakirə olmalıdır. Mən çox sevirəm. Bir də görürsüz, sosial şəbəkədə o haqqda məlumat verirlər. İnsanlar yazır, fikir bildirirlər. Bəzən səhifələr var, bir mahnını bir neçə ifaçının təqdimatında gedir. Bu yaxşıdır. Bu bir növ belə deyim, dinləyicini, tamaşaçını silkələyir. Ki sən ayıl, sən yaxşıya yönlən, yaxşıya qulaq as. Əvvəllərini mən sevmirəm, çox əvvəllər demək, amma hər halda mənim uşaqlıq dönəmində elə idi ki, o təqdim olunurdu, o material təqdim olunurdu, insan o ruhda tərbiyələnirdi. Bəzi saytlar olsun, bəzi adminlər olsun, hazırdır. Onu xalqa elə bir yumuşaq desək sırıdılar. Amma baxırsan ortada heç nə yoxdur. Mən daha 30 ildən çoxdur bu işin içində. Görürsən ki, o aşılanmış səs, studiyada o təmizlənmiş səs və s. və ilə axır bir dənə qırağa getdi, heç nə. Bir məsəl var, Biləcərdən oyunu heç kim tanımır. Ona görə məncə biraz bu sosial şəbəkələrin o yaxşı tərəfindən istifadə etmək lazımdır. Biraz bizim musiqini, öz musiqimizi, müasir musiqimizi, mən demirəm tək elə klassik bəstəkarlar olsun. O qədər müasir yazanlarımız var, gənclər var, elə maraqlı oxuyurlar, bir neçə janrda oxuyurlar. Onlara fürsət vermək lazımdır. Onları bir balaca xodlamaq lazımdır, baxışlayın mənim ifadəmə görə. Digərləri yavaş-yavaş çıxacaq arenadan. Bilirəm yoxdur, keri yox. Səninəm, səndə mənim ol, bir ömür mənim ol, mənim ol. O kimləri parazit adlandırdı? Hamımızın payı var burada. Mən bir dəfə sizinlə kanalda söyləmişdim bunu. Bənzətdik bunu biraz həkim dili ilə desək, parazitlərə. Parazit necə olur? Bir orqanizmə hopur, o orqanizmdən gələn qidana qidalanır və öz yerini böyüdür. Mən bu işləri, belə adamları, belə bir sistemi bənzətdim parazitə. Danışmaqdan yorulmayan İlyasov daha nələrdən danışdı? Çox az dostum var ümumiyyətlə bu sahədə. Sizin sualınıza gəlincə isə deyim ki, bayaqlığı nədə görürsünüz? Biraz uzun mövzudur. Amma hər halda bilirsiniz necədir? Dostluq elədir ki, fikirlər üst-üstə düşməlidir. Düzdür, burada hərənin öz fikri də var, amma məqsəd bir olmalıdır, amal bir olmalıdır dostluqda. Mən deyim həmlə, həmə, sən deyirsən həm, dəmlənlə. Bu düzgün olunmaz. Onu düzgün alınmır. Ona görə də mənim bu cür adamlarla söhbətimi tutmaz. Hayat çok güzel yerler var. Bir-iki dəfə belə məclisdə olur da arada bir elə ifaçıdır ki, əvvəllər olub, görüşmüşük. Ağzını açıb heç nə. Şükür Allah məndə, şükürlər olsun ki, hələ bu çətin dönəmləri atlatmışıqsa, məncə bundan sonra daha da yaxşı olar. Bir period var da, bir evlilik dönəmində. Bu hər bir insan üçün keçərlidir, xüsus sənət adamları üçün. Vallahi nə bilim, hərənin öz işi. Bir dəfə bir sənət adamı var idi, dedi ki, mən sənətimi ataram. Əgər mənim qarşıma sevdiyim insan çıxsa, biz də belə baxdıq ki, axı elə bir sənət deyil, axı sən onu qurban verəsən.